Biz isə Keçək kubok oyunlarına. oyunlarda keçək. Sizin proqnozlarınız, sizin deyərkən bir dənə Ələkbərin proqnozu özünü doğrultdu. Bir Qarabağ. dəqiqə deyən, mən kadra belə alsınlar. Ya təbrik edirəm səni. Hələ keç bir dəqiqə təbrik edeyim mən. O şey. Doğrudan bir də tək Ələkbər demişdi ki, Qarabağ sabah final olacaq Azərbaycan kuboku. Təbii. Mən də əl çalmayın. Mən Neftçi Qarabağ. Lazımdır əl çalmayın, əl çalmayın. Bu bizim işimizdir. Yəni biz bunu bilməliyik. Biz bunu bilməsək kim biləcək? Bir dəfə proqnozda düz demisən. Onu qeyd eləmə. Toy kimi qeyd eləyəcəm onu. Ruslan nə demişdi? Mən demişdim Araz Naxçıvan sabah. Sabah, hə. Amma başlayan kimi o 2 dənə qolu vursaydı əgər Araz Naxçıvan elə də gedəcəkdi. Bax elə həmin oyundan başlayaq. Elmar Baxşeyev od saçdı mətbuat konfransında. Bizə qarşı ikili standartlar, bilmirəm bu Araz Naxçıvana qarşı olan aqressiyadır. Əgər mənə qarşı, baş məşqçiyə qarşı belə bir aqressiya varsa kimlərsə tərəfindən bu ayıbdır. Mən əslində elə şeyləri bilirəm ki, onu dilimə gətirsəm işsiz qalacaq. Bəli. Yəni çox belə ağır, konkret olaraq, yəni hədəf bildirmədən, amma çox ağır iddiamlar idi. Bizə qarşı ikili standartlar var, penalti verilmir, açıq-aşkar qayda pozuntusudur. İkinci epizodda hücuma çıxırıq, top rəqib futbolçunun əlinə dəyir, hakim deyir səhv elədim, üzürlü say. Yəni, bu problemlər deyir, yəni kluba qarşıdırmı, yoxsa tək mənə qarşıdırmı? Əgər mənə qarşıdırsa, ayıb olsun. İlk oyundakı üstünlüyü əldən verdi Qarabağ 3-0 və finaldadır. Özdə rekord yenilədi Qarabağ. Buna qədər Neftçi 11 dəfə finala adlamışdı. Qarabağ artıq onun rekordunu yeniləyib. Oyun da oradan da çətin oynadı. Birinci oyundan sonra da hamı bilirdi ki, Qarabağ bütün nəyi var gücünlə yəni çıxacaq revanş almağa. Komanda da, Araz Naxçıvan komandası da bu oyuna çox ciddi hazırlaşırdı və bilirdi ki, beləsinə təzyiq oyunun son nöqtəsinə, son dəqiqələrinə qədər təzyiq olacaq. Çünki Qarabağ komandasından özünə həm çempionatda, həm də kubokda yəni mübarizə aparmağını xəbərimiz olurdu, xəbərimiz var idi. Bilirdik ki, onlar həm çempionluq oynayırlar, həm də kuboku qazanır. Qızıl dubl eləmək istəyirdilər. Yəni bu Araz Naxçıvan da bunu bilirdi və bilirdi ki, hansı yükün altına girir və birinci oyundan sonra necə ki tam yəni boşluqlar vermədən bütün komanda şəklində müdafiə planında düzgün o bir-birlərini sığortalamaq, danışıq, kommunikasiya, qapısının oyunu. Yəni başlayan kimi də oyuna yaxşı başladılar əslində. Yəni ilk dəqiqələrdən Santos'un bir dənə momenti oldu. Biraz yumşaq pası versəydi, qapıcı çıxır, straxovka edir, sığortalayır. Məsələn, o momenti vursaydılar, əgər qol olsaydı tamam başqa cür olardı. O birisi qara pas verdiyini frikikdən başla vururlar. O girsəydi 0-0-da tamam. Təsəvvür o da qol olur, bu da qol olur. 1-0-da belə qabaqdadılar. O bir şey hesabda məsələn ehtimallar söhbət ondan gedir də. Yəni ki, birinci hissədə tamam başqa Araz Naxçıvan. İkinci hissədə biraz yorğunçuluq oldu mu və yaxud da nəsə də indi biraz boşluqlar buraxan kimi, yəni Qarabağ komandası elə bir komandadır ki, ora nəsə bir səhv buraxa bilmərsən. Bomba at fikirləşmişəm. Təzə layihə üçün bomba at fikirləşmişəm. O qonaqlar gələndə dapros eləyərik onları. Verilişin də o adı olsun bir səndəcə. İstin taq işarəti olsun. İstin taq kimsə. İstin taq, misal üçün Bədavi. İstin taq qəşəng. Bomba futbolçular kim var? Bilir sən özün intelligent. Ruslan, sənə bir sualım. Bir dənə sual ver yenə, hə? Yo, intelligentli sual deyəndə ki... Yadıma sal intelligent ait bir dənə anekdot. Ruslan müəllim. Bəli. Sizcə? Bəli. Siz çox belə mötəbər insansınız. Uzatma kardeşim. Öldülər. Tamam, Türkçe mi konuşmak istiyorsun? Öldülər. Hakikaten öldülər. Sual vermək istəyirəm, deyirsən intelligentli sual ver. Sən də belə təniş, kanitel eləyirsən, kanitel. Hə, necə oldu? Öldülər. Yəni, bilmək istəyənlər... Hakimliklə bağlı deyəsən həmin oyundan Elmar müəllim. Sual vermək elə onu deyirəm də, Elmar Baxşeyev hakimlərdən narazıçılıq edir. Sən bir futbolçu kimi. Bəli. Sən onun fikirlərinə qatılırsan ya yox? Qardaş, mən özüm yəni... Şəxsi subyektiv fikir deyirəm. Yəni, mən özümün öz fikrimdə, yəni oyunda momentlər var ki, doğrudan da hakim yəni səhvlərə yol verirdi. Həmin oyunla da bağlı oyundan sonra mətbuat konfransında da Elmar müəllim öz subyektiv fikrini bildirdi və o istədiyi sözləri yəni
ictimaiyyətə də, yəni belə adamlara da çatdırdı. Yəni gördü. Yəni mən onların işinə qarışım, buradan hakimi buradan tənqid edeyim ki, yox düz eləmədi və yaxud da Mən səni başa düşdüm qardaşım. Ona görə mən təklif eləyirəm, gəlin. Bunu da bizim hakimlərlə Elmar Baxşıyevin mehribançılığına, sağlığına. qulaq as. Həmin o epizod penalti ilə bağlı idi. Elmar müəllimin dediyi epizod. Hı. Tərtəmiz də penalti idi də, yəni verilmədi. Bir də hücuma çıxarkən topu Top rəqib futbolçunun əlinə dəyməsi və hakimin Yəni dəyişməsi. haqlı olaraq yəni öz etirazını bildirir və düzgün də bildirir yəni. Onda o nə deyəsən? Buna nə cavab tapa Bu da bizim bunun bir dəfə də deyil, bir neçə dəfə baş verməsi artıq görünür ki, Elmar Baxşıyev də özündən çıxarıb. Bir dəfə olar, İkili standart ifadəsi əbəs yerə formalaşmayıb. amma Elə məncə belə, orada elə belə ikili demir, standart yoxdur. Məncə bu insan faktoru deyilən bir şey var ha. Məncə insan faktoru idi. Çünki yenə deyirəm, dəfələrlə bunu vurğulamışam. Dəfələrlə bunu vurğulamışam. Hə? Dəfələrlə bunu vurğulamışam ki, bizim çempionatda mənim ən xoşuma gələn hallardan biri odur ki, hakimlər deyim ki, nəsə açıq-aşkar nəsə eləyirlər, oyun qururlar, öz oyunlarını oynayırlar. Mən qərəzli görmürəm hakimlərdə. O olur. Yəni aşıbqa hər bir adamda ola bilər. Onlar da hakimdir. Yəni biz hakimi qəbul edirik. Hələ belə hakim bizim kimi oturur televizorda, monitor arxasında oturub baxır. Hakim də 90 dəqiqə qaçır ora bura. Bir səsləndirib yadıma düşdü. Deyir, sanki hakimlər bilərəkdən o cəza limitində olan futbolçularımız ki olur ha. Oyunun gedişatında bilərəkdən sanki ona 4-cü sarı vərəqəni verirlər ki, növbəti vacib oyunda artıq komandasına kömək eləyə bilməz. Bilmirəm, vallahi heç nə Yəni bilmirəm. bu əslində xırda görünə bilər, amma böyük problemə gətirib çıxarır. Böyük problem deyə, amma desəm ki, bu mütəmadi olaraq baş verir o biri oyunlarda da. Yəni məncə yanılaram bunu belə desəm.